Salam aleykum kanalımızın dəyərli izləyiciləri. Bugün istəyirəm kainatımızın yaradılışı və nizamına bəzilərinin istədiyi kimi nəzər salaq. Yəni kainatımız təsadüfi, qarmaqarışıq, plansız və nizamsız proseslər nəticəsində müəyyən bir müddət ərzində ortaya çıxıb. Öncə yalnız qaranlıq hökm sürürdü. Sonra bu qaranlıqdan ortaya kiçik bir işıq çıxdı. Bu işıq çox güclü bir şəkildə partladı və bu partlayışdan kainat, saysız hesabsız planetlər, ulduzlar təsadüfi bir şəkildə ortaya çıxdı. Sonra Günəş sistemindəki bütün planetlər öz-özünə lazım olan yerlərini tapdılar və minlərlə il bir-birinə toqquşmadan plansız bir şəkildə hərəkət edirlər. Hansı ki, cüzi bir ox ətrafından kənara çıxmaq bu sistemin məhvi deməkdir. Plus, Günəşlə planetlər arasındakı məsafə daima sabit qalır. Planetlərin fırlanma sürəti biraz yavaş olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və Günəş tərəfindən partlayışla udulardılar. Yer qabığı, mantia, nüvə və yaxud başqa şeylərdən ibarət olan bu planetlər nəsə dəhşət ağıllıdırlar. Bir də onu deyim ki, bunun əksi də mümkün ola bilərdi. Əgər planetlər daha sürətlə fırlansaydılar, bu dəfə də Günəşin cazibə qüvvəsi onları saxlaya bilməz və planetlər kosmik fəzaya sovrulardılar. Planetlərlə Günəş arasındakı məsafələr, habelə kütlələri də fərqlidir. Buna görə hər biri özü üçün özünə məxsus fırlanma sürəti təyin edib ki, Günəşə yapışmasınlar və yaxud Günəşdən uzaqlaşıb kosmosa sovrulmasınlar. Hayf ki, ətrafdakı planetlər falan bunlar qədər ağıllı çıxmadı, yoxsa onlar da gəlib Günəşin ətrafında fırlanardılar. Sistemdəki digər planetlər murta fırlanmırlar. Yerin təhlükəsizliyi və orbit üçün mühüm əhəmiyyət kəsb eləyirlər. Məsəl üçün Yupiter planeti. Yupiter olmasaydı, çoxlu sayda quyruqlu ulduz toqquşmalarına görə yer üzündə həyat olmazdı. Lakin Yupiter nəhəng kütləsinin əmələ gətirdiyi maqnetik sahə sayəsində Günəş sisteminə daxil olan meteorit və kometaların orbitlərini çaşdıraraq yerə istiqamət götürmələrinin qarşısını alır. Sağ olsun, illərdir xəcalət verir. Plus planetimizin müvazinətini təmin edir. Digər bir çox ulduz sistemində də Yupiterə bənzər planetlər var. Ancaq onlar aid olduqları sistemin sabitliyini və ya sistemlərindəki digər planetləri qorumurlar. Panyatkalı çıxan ancaq bizim Yupiterdir. Washington Universitetinin professoru Peter Dye deyir ki, bugün müşahidə olunan bütün Yupiterlər pisdir. Yeganə yaxşı Yupiter bizimkidir və belə olmalıdır. Əks təqdirdə ya qaranlıq kosmosa, ya da Günəşinizə doğru sovrulardınız. Həmçinin planetoloq George Wetherhill qardaşımız Yupiter nə qədər əhəmiyyətlidir adlı məqalədə belə açıqlayır. Yupiterin yerində əgər bu böyüklükdə bir planet olmasaydı, yer planetlər arası boşluqda hərəkət edən meteoritlər və kometalara 1000 dəfə artıq hədəfinə çevrilərdi. Əgər yer ay sistemi də olmasaydı, Yupiterin nəhəng kütləsi Merkuri, Venera kimi daxili planetlərdə böyük qeyri-sabitliyə səbəb olardı. Bu da müəyyən müddət sonra Merkuri və Venera planetlərinin orbitlərini bir-birinə həddindən artıq yaxınlaşdırar. Belə bir yaxınlaşma isə Merkurinin sistemdən kənara atılması, Veneranın da orbitinin dəyişməsi ilə nəticələnərdi. Xod gedən alimlər belə Günəş sistemindəki uzun müddətli sabitlik və muvazinətin təmin edilməsi üçün bir növ ilk dizayna ehtiyac olduğunu söyləyiblər. Amma bəzi şəxslərə görə demək ki, dizayna zada ehtiyac yoxdur, özlərin yerlərin qəşəng gəlib tapıblar, heç kimin minnətlərinə zadına ehtiyacları yoxdur bu planetlərin. Ağıllı planetimiz də Günəşlə məsafəsini elə qoruyub ki, Günəşə yaxın olsaydı qaynayardı, uzaq da olsaydı donardı. Yəni planetimizin astronomik və riyazi bilgiləri dağdır. Xalqın uşağı hələ bir özü üçün atmosfer qatları da təşkil edib ki, bu qatların hər biri yerdə canlıların mövcud olması üçün çox vacibdir. Bu məsələlər haqqında danış ki, danış qurtarmaq bilməz. Amma bir məsələ sabitdir ki, kainatımızın yaranmasında milyonlarca zəncirvari bir-birini təqib edən proseslər baş verib ki, bu proseslərin birində baş verəcək yanlışlıq hal-hazırdakı kainatımızın mövcud olmayacağı demək idi. Bu məsələni sadə bir video ilə sizə başa salım. Gördüyünüz kimi dominolar planlı bir şəkildə qurulmuş bir sistem üzrə hərəkət edirlər. Ancaq bir yerdə dayanır. Niyə? Çünki artıq ortada maneə var.
Bununla nə demək istəyirəm? Bir-birindən qırılmayan proseslər nəticəsində hal-hazırdakı kainatımız mövcud olub. Kiçik bir səhv, bir maneə həmin proseslərin bir yerdə dayanmasına səbəb olacaqdı və hal-hazırdakı kainatımız mövcud olmayacaqdı. Eynən kainatın yaranmasında iştirak edən protonlar və neytronların birləşərək hidrogen və helium nüvələrini meydana gətirməsi kimi. Yaxşı deyək ki, milyonlarca ardıcıl baş vermiş proseslər təsadüf nəticəsində olub. Birdən 10-a qədər rəqəmlər düzəldək, sonra bunları torbaya salaq, mən papağıma saldım, qəşəng qarışdıraq. Sizcə birdən 10-a qədər rəqəmləri, yəni ardıcıl, torbaya baxmadan təsadüf bir şəkildə çıxarmaq nə qədər mümkündür? Özünüzü cırıb dağıtsanız da birdən 10-a qədər rəqəmləri təsadüfən ardıcıl bir şəkildə heç vaxt çıxarda bilməyəcəksiniz. Əlinizə atacaqsınız, gah 9 çıxacaq, gah 3, gah 5, gah 4. Ağıl heç vaxt bu təsadüfü qəbul etməz. Milyonlar il sonra ola bilər deyən insanın ağlına da heyranam mən. Özünün elmə əsaslandığını sandığı halda nağıl danışır. Birdən 10-a qədər olan rəqəmləri ardıcıl olaraq təsadüfi bir şəkildə çıxara bilmiriksə, necə olur ki, milyonlarca ardıcıl nizamlı və yaxud nizamsız proseslərə təsadüf deyirik. Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. Bəlkə onlar öz-özünə yaranıblar, yaxud onlar yaradanlardır.